Hazırda həbsdə olan plastik cərrah Sənan Mehdiyevin işində şok detallar üzə çıxıb. Sən demə həkimin həbsinə səbəb 70 yaşlı ekspert Ceyhun Allahverdiyevin tələm-tələsik verdiyi ilkin rəy olub. Bu barədə məlumatı oxu24.com saytı həbs olunan həkimin anası Nəzmirə Mehdiyevaya istinadən yayıb. Meyidin baxış protokolunda alın və xəlbir sümüklərində hər hansı çat və ya sınıq, ümumiyyətlə xəsarət olmadığı təqdirdə baxışı və ekspertizanı həyata keçirən ekspert Ceyhun Allahverdiyev baxışda görmədiyini rəydə aşkarlayaraq mərhumun burun, xəlbir və alın sümüklərinin ön kəllə çuxuru ilə əlaqəli sınığını müəyyən edib. Bu ziddiyyət çox təəccüblüdür, eyni zamanda da o da maraqlıdır ki, həmən rəydə mərhumun vəfat etdiyi klinikada ölümündən əvvəl başından edilmiş KT nəticələrində heç bir çat və ya sınıq aşkarlanmadığı halda 70-dən artıq yaşı olan, eynəyinin köməyi ilə vizual tədqiqat aparan ekspert Ceyhun Allahverdiyev necə olubsa tədqiqat nəticəsində KT-nin görə bilmədiyini aşkarlayıb deyə Sənan Mehdiyevin anası bildirib. Daha ətraflı müsahibəni oxu24.com saytından oxuya bilərsiniz.